sözümüz mükəmməldir. Məqsədimiz nədir? Sizə mətnlərdə təqdim olunan sözlərin mənası, etimologiyası, cümlədə işləndiyi, daşıdığı məna, yəni cümlədəki o sözlərlə əlaqəyə girəndə daşıdığı məna, yəni kontekst, buna kontekst deyirik. Etimologiya nədir? Etimologiya qulaq as. Sözün mənşəyi. Əgər bir sözün cümlədə kontekstini bilmək istəyirsinizsə, onun etimologiyasını bilməlisiniz. Azərbaycan dilinə, dilimizdən, başqa dillərdən dilimizə müxtəlif sözlər keçir. Və bu sözlərin daha çoxu ərəb mənşəli sözlərdir. Mükəmməl sözünün gəlin etimologiyasına gedək. Oğlum, buranı tut. Tutmuşam. Mükəmməl, kamil, kamal sözləri ilə etimoloji baxımdan yaxındır. Görürsünüzmü hansında k, m, l, k, m, l, k, m, l. Görürsünüz uşaqlar, sözün kökünə gedib çatmaq lazımdır. Ağıl mənasında, ağıllı mənasında, kamil ağıllı deməkdir. Kamal ağıl deməkdir. Mükəmməl isə ağılla yaradılan, ağılla davranış, yəni mükəmməl adamdır. Mükəmməl adam nə deməkdir? Mükəmməl adam savadlı adam demək deyil. Nə də qəhrəman demək deyil. Savadlı da olsa, qəhrəman da olsa, bunu ağılla eləmiş adamdır. Başa düşdünüz? Deməli, mükəmməl sözünün kökündə ağıl dayandığına görə bu sözün işləndiyi cümlədə əsas məqsəd ağıl leksikonunu, ağıl məzmununu ora gətirməkdir. Çatdı fikrim sizə? Görürsünüzmü? Biriniz ideal deyirsiniz, biriniz original olmaz elə şeylər. Mükəmməl sözü bu qədər. Təvazökar. Uşaqlar, təvazökar sözünün mənası nədir? Deyin görüm nədir? Nədir təvazökar? Paxıllıq eləyən. Paxıllıq eləyən deyil. Təvazökar sözünün mənası lovğa olmayan, yəni ağır, təmkinli, ciddi, öz uğurlarını, öz qabiliyyətini gözə soxmayan. Siz görürsünüzmü? Mən onun leksik mənasının şərhini verirəm. Yəni sinonimi yoxdur, amma sözün leksik mənası nədir əli? Daşıdığı məna. Təvazökar. Sən çox təvazökar oğlansan. Mən sənə deyirəm ki, ay bala, sən idman yarışında yer tutubsan. Necə elədin bunu? Sən də deyirsən ki, müəllim, nə böyük şeydir ki, idman yarışında yer tutmaq. Bu zaman sən nə olursan? Amma sən desən ki, müəllim, mən idman yarışında yer tutmuşam. Bu zaman sənin hərəkətin nə olur? Təvazökarlıqdan uzaq olur. Başa düşdünüz? Bunları sonra mən özüm çəkirəm ki, evdə qeyd eləyəsiniz. Laqeyd. Laqeyd sözünün mənası, o biraz yaxından götür bu sözləri. Laqeyd sözünün mənası, qeyd, ümumiyyətlə, qeyd sözü var dilimizdə, qeyd etmək, yəni yadda saxlamaq. Gözünüz, mən sözün etimologiyasına gedirəm, yəni mənşəyinə gedirəm. Qeyd etmək, yadda saxlamaq. Yadda saxlaya bilmək. Yox, indi burada qeyd etmək. Deməli, qeydinə qalmaq, yadında saxladığın adamın qeydinə qalsın. Mənim yadımdadır ki, mənim qonşumda bir qoca nənə var, bugün gedib ona baş çəkəcəm. Deməli, mən onu qeyd eləmişəm beynimdə, onun qeydinə qalıram. Əgər mən bunu eləməsəm, nə olaram? Ay, sağ ol, laqeyd. Laqeyd şəkilçisidir, uşaqlar. Laqeyd, fars dilindən keçən, ay, sağ ol, ön şəkilçidir. La məkan, laqeyd. Deməli, bina, laba, aydındır? Laqeyd sözü, gəlin dilimizin gözəlliklərini, incəliklərini araşdıraq. Lüzumsuz sözü. Lüzumsuz sözü lazımsız deməkdir. Lüzum yoxdur buna, lazım deyil. Lüzum, lüzumsuz, lazımsız. İndi mən bu sözlərin mənasını deyirəm sizə. Sonra biz bunları cümlədə işlədəcəyik. Və gəlin görək, hansı cümlədə, hansı mənada, hansı cümlədə sizin probleminiz, çətinliyiniz budur. Sizə monitorikdə bu sözlərin izahı düşəcək. Ona görə də diqqətlə qulaq asın. Axtarış sözü. Uşaqlar, axtarış sözünün mənası çox ola bilər.
Axtarış sözü o qədər 10 dənə cümlə yazarıq biz. İnanırsınızmı? 10 cümlədə 10'unda da axtarış sözü işlədərəm. Amma hərəsində bir məna verər, kontekstə uyğun. Məsələn, biz bugün çalışmada axtarış etdik. Tutaq ki, feilin zamanlarını axtarış və yaxud da axtarış, tutaq ki, polislər axtarışa verdilər filan cinayətkarı. Görürsünüz mü? Axtarış o qədər mənalardadır ki, axtarış meşədə axtarış edirdilər. O qədər mənalarda işlənə bilər ki, ona görə də axtarış sözü geniş mənada, tam mənada yox, geniş mənada çox işlənən sözdür. Çox mənalı deyil. Çox mənalı deyil, amma çox işlənəndir. Çox mənalı deyil, çünki həmişə həqiqi mənadadır. Çox işlənəndir. Mən indi sizə tapşırıq verəcəm. Axtarış sözünü tutaq ki, görün neçədə yaxın mənalarda işlədə bilərsiniz. Davam edək. Qabiliyyət sözü. Qabiliyyət sözü nədir? Bir şeyə qabil. Qabil nədir? Qabil. Sən buna qabil oldun, sən bunu bacardın. Qabil sözünün mənası, ay uşaqlar, bacarmaq deməkdir, bacarıq deməkdir. Qabiliyyət isə iyyət kapital sözlər bilirsiniz ki, alınma sözlərdir, ərəb mənşəlidir, fars mənşəlidir. Sənin qabiliyyətin var. Gəlin qabiliyyət sözünü nəylə əvəz edə bilərik? Bacarıqla, biliklə əvəz eləmək olar. Xeyr. Çünki biliksiz insan, savadsız insan qabiliyyətli ola bilər. Əlindən əl qabiliyyəti ola bilər onun, düzdür? Ay yaşayır. Gəl bura. Davamçı sözü. Davamçı sözü nədir? Davamçı. Aha. Davam et. Nəslin də davamçısı ola bilər, şairin də davamçısı ola bilər, düzdür? Sonra bir işi görürəm, məni çağırırlar, deyirəm gəl bunu davam elətdir. O mənim nə oldu, orada yerindəcə nə oldu, davamçım oldu, ay sağ ol. Münaqişə sözü, bəyək Ramiz dedin, münaqişə nə idi? Davadalaş. Davadalaş söylüyor. Münaqişə. Bir söz, münasibətlərin pozulduğu andan sonra münaqişə sözü. Ümumiyyətlə, Azərbaycan dilində mü ilə başlayan sözlərin hamısı ərəb mənşəlidir uşaqlar. Mü, baxın bura, mü, yad çək bunu. Mü ilə başlayan sözlərin hamısı ərəb, etimoloji baxımdan ərəb mənşəlidir. Müharibə, müəllim, münaqişə, müasir, müthiş, mübarizə, müəmma. Nə qədər mü ilə başlayan söz varsa, mübtəda, onların hamısı ərəb sözləridir. Mə ilə də başlayan sözlər ərəb sözləridir. Məlumat, bəli, mənsur, məxfi, mənbə, məvacib, mədaxil, mətbə. Tə ilə də başlayan sözlər ərəb sözləridir. Təsir, təzyiq, tənqid, tətbiq, təşviq, tədbir. Mü ilə, mə ilə, baxaq bura, tə ilə, iyyətlə bitər sözlərdir o. Uşaqlar, ona görə də belə sözlər o anda siz onların kökünə gedin. Nə mənada kökünə gedin? Etimologiyasına gedin. Görün, hansı sözlə bunun yaxınlığı var. Məsələn, mən bura yazıram ki, mühasib. Mühasib nədir? Hesab sözündən götürülübdür. Hısıbı. Çəkdin oğlum buranı. Hısıbı. Hesabla işləyən adama mühasib deyirlər. Görsünüz? Deməli, biz mühasib sözünün mənasını bilmək üçün Yusif. Onun nəyinə getdik? Onun etimologiyasına getdik. Aydındır mı? Və yaxud da mübahisə. Mübahisə nədir? Bıhısı bəhs edən deməkdir. Bıhısı. Mübahisə bəhs edən deməkdir. Filan kəs bəhs edir. Əli ilə Yusif bəhs edirlər. Yəni bəhsə giriblər. Onda bunlar nə edirlər? Mübahisə edirlər. Bizim problemimiz budur ha. Davam eləyək. Münaqişədə davadalaş deyil. Sadəcə olaraq uzaqdan uzağa aparılan bir soyuq müharibədir. Bəli, münaqişə. Aramızda ziddiyyət var, münaqişə var, ziddiyyət.
Vəssalam, bu sözün konkret mənası ziddiyyət. Sevmeyelim. Ziddiyyət nə deməkdir? Ziddiyyət müharibə deyil axı. Ziddiyyət bir sinifdə də münaqişə ola bilər, bir kollektivdə də, bir küçədə də, bir nəsildə də münaqişə. Biz müharibə eləmirik ki. Biz davadalaş da eləmirik. Sadəcə uzaqdan uzağa bir-birimizlə ziddiyyət təşkil edirik. Düz getmirik. Sözümüz tutmur, əməlimiz tutmur. Ayrıldırmı? Yolumuz ayrıdır. Sen bunu değilsen o başkası. Bəli, tam əksinə gedir. Əla. Mənfi və müsbət arasında gedən bir növ dırnaq arası mübarizədir bu. Biz indi bədii əsərlər keçəndə deyəcək ki, bədii əsərdə bədii münaqişə, bədii ziddiyyət, konflikt, ziddiyyət, konflikt və münaqişə sözləri nədir? Sinonimdirlər. Bəli, bəli. Yeri gələndə bir-birini əvəz eləyirlər. Əgər əvəz eləməsələr nə olur? Kontekstdə zidd olur. Əla. İnatkar. İnatkar sözü sifətdir. İndi inatkar sözünü biz necə işlədə bilərik? Hansı ha? Her şeyi sevmemek, her şeyi inat eylemek. Yox, sevməmək deyil. Bəlkə sevməkdən gəlir inatkarlıq. Bəlkə inatkarlıq hər şeyi sevməkdən irəli gəlir. Görsən oğlum, nə qədər dilimizin incəlikləri var. Bəli, inatkar əslində müsbət mənada da, mənfi mənada da insanın xarakteridir. Mən inatkaram. Mən inatkaram, yaxşı işlər görməyə məqsəd. Bir də var, mən inatkaram ki, bu pis işi mütləq görəcəm. Görsünüz? Aydındır uşaqlar. Ona görə də sözün oğlum düz çək, lövhəni çək. Vasitə. Vasitə nədir? Ay, vasitəni nə qədər işləsmək var? Oy, yo, yo, yo. Ay yaşa, vasitə. Sıtı, istifadə. Bəli. Sıtı. Sıtı, istifadə. Vasitə, minik vasitəsi, avtomobil, gəmi. Vasitə nədir? Əlaqə yaratmaq, istifadə et. Məsələn, mən deyirəm ki, mən Ramizdən, Ramiz mənim bugün bu dərsdə vasitəmdir. Deməli, mən Ramizdən nə elədim? İstifadə etdim, dərsi keçirəm, deyirəm Ramiz, çək videoya, sonra da evdə göndərərəm, baxarsınız. Daha yaxşı başa düşərsiniz. Yaxşı, indi bəs bu telefon mənim nəyimdir? Sizə daha yaxşı bilik İstifadə etmək üçün vasitəmdir. Bəli, bəs mənim qohumlarımla aramda nəyim var? Əlaqəm var, o əlaqəyə də nə deyirlər? Vasitə deyirlər. Heç indi deyin görün. Ramizdən bugün istifadə elədim. Ramiz mənim vasitəmdir cümləsindəki vasitə sözünün mənasıyla. Qohumlarım arasında vasitə, qohumlarım kontekst nə qədər uyğun gəlir? Heç cür uyğun gəlmir. Aydındır? Heç cür uyğun gəlmir. Dərin. Dərin sözü nə deməkdir? Həqiqi mənada da işlənə bilər, məcazi mənada da işlənə bilər. Uşaqlar, siz, bəli, dərin sözünü elmi mətnlərdə də görə bilərsiniz. Dərin yuxu. Dərin yuxu məcazidir, epitetdir, dərin quyu, suyun, dərin su hövzələri deyilmiş olur, bəli. Ona görə siz bu sözləri fərz eləyin ki, sizə veriblər. Mən dərin adam, bu da məcazidir. Bəli, dərin düşüncə, dərin fikir, dərin quyu, dərin, nə bilim, qab, çox demək olar. Əlamət də bildirə bilər. Və sizə mətndə bunlar düşür. Deyir, bu qeyri-bədii mətn olsaydı, onda dərin sözü necə işlənərdi? Bir dənə dərini adi mənada verirlər, deyir, qeyri-bədii mətn, yəni elmi mətn olsaydı, biz bu dərini necə işlədə bilərik? Rəşad dediyi kimi dərin su hövzələri kimi işlədə bilərdik, bəli. Xasiyyət. Düşüncə, düşüncə nədir? Düşüncə. Düşünmək. Fikirləşmək deyil, fikirləşmək feildir. Düşüncə isimdir, bəli. Düşüncə fikir deyil. Düşüncə fikir deyil. Düşünmək. Düşüncə fikirləşmək də deyil. Tamam başqa şeydir. Düşüncə anlayışdır. Düşüncə dünyaya baxışdır. Fikir ayrı şeydir, mən fikir eləyirəm. Amma mənim düşüncələrim, mənim gəldiyim qənaət, mənim çıxardığım düşüncə, uşaqlar diqqətli olar, nəticə də deməkdir. Məsələn, bu məsələdə mənim düşüncəm budur. Yəni, mən bu nəticəyə gəlmişəm. Görürsünüz? Görürsünüz, düşüncə sözünü siz bayaqdan fikir deyirsiniz. Fikir deyil axı düşüncə. Nəticə sözü ilə əvəz olunsa, başqa kontekstdədir. Fikir sözü ilə də əvəz oluna bilər, başqa kontekstdədir. Xasiyyət. Xasiyyət nədir? Xasiyyət xüsusiyyət sözüdür. Xassə, xüsusiyyət, xasiyyət.
Xüsusi. Bəli. Xüsusi nə deməkdir? Xüsusi insan, xüsusi. Bəli, Vay, yəni bu xasiyyəti ancaq özünə aiddir. Xüsusi adamlar, xüsusi dərs, xüsusi yerlər, seçilmiş xasiyyət, fərqlənmə. Görün bir dənə xasiyyət sözü nə qədər sözə getdi, şaxələndi uşaqlar. Aydındır, indi biz bu sözlərin hər birini 5 dəfə cümlədə işlədəcəyik. Demirəm bu dəqiqə işlədəcəyik, zaman. Yaxşı? Bunlar qutaranda yeni sözlərə keçəcəyik. Oldu? Başlayaq.